Uşaqlar başlayırıq sualdan. Recording də vurulsun, qoy yaddaşa yazılsın. Deməli, mezolit və eneolit dövrləri fikir verdin. Ayda dünən dəstə işlədi. Yenə buradan sual var idi. Deməli, olacaq ana xaqanlığın mövcud olması. Çünki üst paleolitdə yaranıb ana xaqanlığı düz Tunca qədər. İkisinə də düşür və Qəbili icması da eynən üst paleolitdə yaranıb və hara qədər? Erkən Tunca qədər. Hər ikisi düşür. Bu sual biraz amma çətindir. İkinci sual. 13-14-cü əsrə aiddir deyib. 13-14-cü əsrdə Təbriz memarlıq məktəbinin əsası qoyulub. Bunu bir yerə yazsaz yaxşı olar. Bu Dimindir, modelidir, 2019-un modelidir. Bir yerə yazın. Üçüncü sualda cavab A uşaqlar. 719-cu ildə Sarqonun nəticələrinə aid deyil. Ümumiyyətlə o gələndə vilayətləri məğlub eləyir, üsyançı şəhərləri 719-da və İranzuya qaytarır bütün əraziləri. Orada üsyan olmuşdu şu anda Ordubqa. Amma belə bir vəziyyət yoxdur. Zikirton tutsun, nə bilim 22 manla qalasan ələ keçirsin. Bunlar 716 ulusuna aid bir şeylərdir. Alparslan hakimiyyət dövrü. Bu biraz asan sualdır. Alparslan 1066-cı ildə gəlir Şirvanşahlar dövlətini tabe eləyir. Rəvvadilərə isə son qoyur. İki dənə ona aid məsələ var Azərbaycan tarixi. Amma bu sual çətindir. Bu sualın taktikasını mən sizə deyərəm. Deməli, Ərəb xilafəti nədir burada? 7-8-ci əsr deyir. 8-ci əsr deyirsə ərəblərdir. Ərəblərdə də canişinlik yox, əmirlik olub. Ərəb əmirliyi deyirik. Biz canişinlik demirik də, düzdür? Ona görə sizin yerinizdə olsam 4-ü çıxaram, 1-i götürərəm, düzdür? 3-ü niyə çıxaram? Əmirliyin mərkəzi Ərdəbildən Dəbilə. Elə bilin ki, bura Azərbaycandır. Burada Ərdəbildir, Dəbil buradadır. Buradan bura biraz köçməsi çətindir. Çünki Ərdəbildən Marağaya köçüb, burada Dəbildən Bərdəyə. Taktikalarla, xəritə ilə, dünya görüşlə belə tapmaq olar sualları. Bu sualı ötürüm Muğanla Qapağanı. Çox maraqlıdır ki, bu sualı məndən 2024-də xəyali soruşur. 7-ci sualı məntiqlə də tapmaq olar. Deməli, Azərbaycanda Ərəb xilafətinə qarşı niyə üsyan olsun ki? Niyə olsun? Çünki ağır vergi siyasəti var. Niyə mənə üsyan qaldırarsan? Ağır vergi siyasətinə görə və yadelli, yox, imtiyazların məhdudlaşdırılmasına görə. İminli bu sual o günlərim işlədiyi 2024-ün nəyinəsə də düşmüşdü. Demin sualları təkrar düşür. Xüsusilə qeyd edirəm. 11-ci sualda cavab C uşaqlar. Türkmənçay müqaviləsindən sonra Azərbaycanda olan bütün xanlıqlar neynirlər? Süquta uğradırlar və bizdə artıq dövlət olmur. Bir də 1918-28 mayda dövlətimiz olur. O da hansı dövlətdir? Azərbaycan Xalq Cümhuriyyəti. 8-ci sualda deməli cavab Y-dir. Niyə Y-dir baxaq? C-dir. Babəkin xilafətinin sülh təklifini rədd eləyir. Və buna görə də Babəkin müttəfiqləri, feodallar ondan uzaqlaşırmış. Belə bir şey yoxdur axı. Y deyirəm, çaşıb bunu götürürəm. Babəkin başçılıq etdi. Burada uzanır deyə müharibə uzaqlaşır. Bu səhvdir. Xilafətdə 830-cu illərdən sonra deyildi. Bu müharibə qırğın qiyamət sonradan olur. 833-35-də gətirir Afşini. CD-yə baxaq. Babək xalq hərəkatına başçılıq edir və xilafət sarsılır. Bunu hamı bilir. Albaniyada mövqeyi xəlifənin kimə güzəştə getməsinə səbəb olur? Cavanşirə güzəştə getməsinə səbəb olur. Baxaq 12-ci suala. 12-ci sualı rahat necə tapmaq olar? Rus-Yapon müharibəsi 1904-dədir. Krım müharibəsi 1853-də. Elə bilirəm ki, D-ni qoysaq bura, 2-yə D-ni qoysaq, görün nə qədər variant gedir. 3 dənə variantımız gedir. Sonra buna da C-ni qoysaq, 1-ə də C-ni qoysaq, elə bilirəm ki, variant gəlir, A variant. Görünər, sadəcə müharibənin ilini bilirsən, də bunları bilməyə ehtiyac yoxdur. Kim məğlub oldu, nə bilim, təkan verdi, cümlələr çətindir axı. Və sonra bəs eləyir. Mənim konspektim olacaq, onu əzbərləyərsin. Ərəblə xilafətlə Sacilər dövləti arasında müharibəyə nə səbəb oldu? Bunun müstəqil siyasət yeritməsi. Müstəqil siyasət yeridir, xərac verməyi dayandırır və bundan sonra qırğın qiyamət başlayır. İkinci yarısında Azərbaycanın ticarət və sənətkarlıq biz bilirik ki, tamğanı ləğv ediblər 1565-də. Bununla da qırğın qiyamət düşür. Əslində qırğın qiyamət düşmür. Ticarət və sənətkarlıq inkişaf edir. İndi bax, Kamil, bu sual səhv yazmaq olmaz. Kamil, inzibati o deməkdir ki, ərazi. Bax. Vergi yığan məmurların özbaşlarına son qoyulması. Verginin əraziyə dəxli var heç. Birbaşa cavab, amma yox, burada nə deyir? İnzibatiyə aiddir deyir. İndi bax Kamil, inzibati ərazidir, düzdür. Verginin
Bəli, İnzibati var, yoxdur. Anı çıxdıq. Düzdür qaqa? İndi görək bəli, bu. Baba, ərazi deməkdir də, düzdür? Vergi, bəli, bunu da çıxdıq. Vergi, bunu da çıxdıq. Torpaq, bunu da çıxdıq. Qalır canişinlik, inzibati bir şeydir. Ərazi. Nə, mən oxumadım heç kimi deyirdi orada. Baxmadım kim idi, nə idi, nə istəyir. Sadəcə inzibatini gördüm. İnzibati ərazi deməkdir. Yazın bir qırağa, sabah sizə lazım olacaq. Birinci və İkinci Dünya müharibəsinin oxşarlığı deyir. Hər ikisində almanlar məğlub olub. Çox asan sualdır. Heç modelə yaraşmır bu sual. Hər ikisində almanlara məğlub olması. Sonra 14-cü sual. Bir dənə şey yazın uşaqlar taktika. Osmanlı dövləti Qaraqoyunlularla müharibə aparmayıb. Osmanlılar vergi saatı keçirməyib. Vəssalam, AB-ni çıxıram. Cavab gəlir B variantı. Bayandurlu da Ağqoyunludur. Bayandurlu Ağqoyun, qoyun, qoyun sözünü həyatda saxlayın. Malatyada qoyunlar udub. Vəssalam, Əbhər sazişində Əbhər sazişi, ha, bu biraz qəliz uşaqlar. Əbhər 1500-cü ildədir. 1500-cü ili çox uşaq 16-cı əsr götürür, amma hələ 15-ci əsrdir. 1501 artıq 16-cı əsrdir. Tamam mı? Sonra 20-ni ötürürük. 15-ci sualda cavab A olacaq. Uşaqlar, yenidir də, yeni, new, yeni bir iqtisadi siyasətə keçirlər. Əvvəl hərbi kommunizm idi. İnsanlara zülm eləyirdilər. Dedilər ki, biraz yeniliyə açıq olun falan filan. Ticarətə azadlıq verin, adam olun. Belə loru dildə yadda saxlayın. Okay. Yeni iqtisadi siyasət nə deməkdir? Ticarət azadlığı. Asan bir şey. İqtisadi möcüzənin baş verdiyi ölkəni istəyir bizdən. Almaniya 50-ci illərdə Amerika onlara Marshall'ın Truman planı var idi, yardım eləyir və bununla da Almaniya başlayır dirçəlməyə. Olacaq 2. 1 Fransadır, 3 İngiltərədir, 2 Almaniyadır, Alman. Prusiyadır. Amma Dörd. elə Almaniyanın. Ha, necə belə verib? Bu tərəf ADR-dir. Şərqi Almaniya, Qərbi Almaniya. 4 Türkiyədir, 5 Yunanistandır. 16-cı suala baxırıq uşaqlar. Y variantı gəlib. Bax. Dövlət quruculuğu deyir. Düzdür? Dövlət quruculuğu deyirsə, biz nə demişik? AXC-də Seyim olmayıb. Yəni, Seyimin AXC-də nə işi var? AXC Bəli, müəllim. torpaq, bəli, torpaq, aqrar qanun qəbul eləməyib. Bunlar hamısı taktiklərdir. Dəstə hamısını demişik. AXC müəssisə məclisi çağırmayıb. AXC Prezidentlik saat olmayıb. keçirməyib. Necə? Parlament olmayıb da müəllim. Parlament olub, Bakıda olub ancaq. Ha. Hə. Kişilərlə bir də AXC-nin nəyi yox idi? Konstitusiyası yoxdur, Ha. prezidenti yoxdur. Və salam cavab qalır 1-4. Okay. Sonra xronoloji ardıcıllıq deyir. Qədim Çinin vahid dövlətdə birləşdirilməsi 4-cü minillik, respublikanın yaranması 509, Sin sülaləsi 221-də, Mərkəzi Asiyada ilk dövlət, yazın bunu, Böyük Hun 220. Okay. Cənubi Azərbaycanda Pişəvəri ilə Xiyabanın oxşarlığı. Biz bunu ötən dəfə konspektdə də yazdıq. Deməli, biz demişik ki, konstitusiyan istəyən Səttar xandır. Avtomatik 2 çıxır. 2 dənə variantımız getdi. Təbriz Universiteti də bizim Nihat demişkən bir dəfə olar da. İkisində də olmaz. 5-i də çıxıb, cavab alıb D. Yəni Təbriz Universiteti birində olar. Ya Xiyabanida, ya Pişəvərdə. Bu da olub Pişəvərdə. Konstitusiyada Səttarxandadır yazdırdığım konspektdə. Muxtariyyət istəyiblər, bir də torpağın bölünməsini falan. Bir də İranın demokratikləşməsini. Sonra ikinci parlament islahatı bizdə yoxdur. Bizdə artıq bir dənə cümlə var ki, xırda burjuaziya və fəhlələrin yuxarı təbəqəsi seçki hüququ aldılar. Digər maddələr yoxdur, ona görə ötürürük. 18-ci sual. Uşaqlar, bu sualları taktiklə tapmalıyıq. Bizim AXC ilə Respublikanın tarixinə aid oxşar cəhət müsbət bir şey seçin. Azərbaycan ordusu Ermənistana qarşı nə elədi? Uğurlu əməliyyatlar apardı. Müsbət bir şey. Yəni, bunlar da müsbətdir, düzdür. Amma ən müsbəti budur da biz qalibiyyətimizi daha ön plana çıxarmalıyıq. Tamam mı? Sonra 24-cü sualda 2, 3, 5 imiş cavab. Baxaq görə bu nədir? E, Bir saniyə. 2. Ulduzlar müharibəsi Reagandadır. Situasiya düşmüşdür Reaganla. Watergate böhranı Nixondadır. Bunu oxuyarsınız, bu da düşə bilər. Bir də düşərmi ya? Bunu o istəyir orada yazmaq. Watergate. Bir də Marshall planını Truman həyata keçirib.
Balkan müharibələri 1912-də var idi, yadınızdadsa, bugünkü dəstədə keçdi. Gənc Türklər üsyanı 1908, ilk dəfə konstitusiyanın qəbul edilməsi 76-da, parlament 77-də, Tənzimat-ı Xeyriyyə isə 39-dan başlayır, düz gedir axıra qədər. 76-da da var, 50, 56-da da var. Yəni 30-cu illər. 30, 40, 50, 70 deyə. Sonra uşaqlar 27-ci suala baxırıq. 27-də, yəni buranı silim. Qarabağ xanlığı Xatın arxı döyüşündə qalib gəlib. Bu sualın başqa forması var. Xatın arxında yazıb ki, İbrahim Xəlil xan qalib gəlib. O səhvdir. Pənahəli xan qalib gəlib. Və D variantı olacaq. Qarabağ xanlığı Quballı Fətəli xanın yürüşlərini 1780-81-də bunu xüsusilə qeyd eləyin. Urmiya xanlığı isə Qaraçəmən döyüşündə Kərim xan Zəndlə mübarizə aparır. Əfşarlar getdi Təbrizə, Şimal-Şərq də getdi Quba xanına. 19-cu əsrin ikinci yarısı. Bu sualı bir dənə tapın uşaqlar öz məntiqlə. Yəni nə ola bilər? Bölgə dağınıq vəziyyətdədir. Bir dövləti rahat tutmaq üçün nə olmalıdır o dövlət, qarşı dövlət? Dağınıq vəziyyətdə olmalıdır və tayfalar arası ixtilaf olmalıdır. Çox uşaq 5-i də götürür. 5 tutulandan sonra olur. Tutandan sonra sən ora kimisə köçürə bilərsən. Tutmamışdan necə köçürürsən? Biz gedək Gürcüstan tutmamışdan əhalimiz ora köçürək. Tutandan sonra köçürürük, düzdür? Şimali Qafqazı tutandan sonra Rus kəndlilər və Kazaklar ora yerləşdirilir. Sonra bu dövrə Lalə dövrü də yazmaq olar. Digər uşaqlar da fərqli variantlar yazıblar. Lalə dövrü yazaram. Müdafiə bu sual uşaqlar burada fərqli bir situasiyadan cavab axtarmağa ehtiyac yoxdur. Mənbədən deyir. Əvvəllər mənbə sualı belə düşür ki, mətinə bax tap. Baxın gör nə yazıb. Deyir ki, xarici siyasətdə Avropaya qarşı hücum əvəzinə deyir, müdafiə taktikasına keçdi. Sən bu mətni oxuyub buradan bir məna çıxardıb yazmalıydın ki, xarici siyasətində hansı dəyişiklik baş verib. Tarixi bilgiyə ehtiyac yoxdur. E, Nəticəsini soruşur bizdən. Nəticədə də nə olar? Osmanlı dövlətində geriliyi aradan qaldırılsın, keçmiş qüdrəti qaytarılsın, nə bilim, itirilmiş ərazilər bərpa olunsun və sairə kimi şeylər yaza bilərsiniz. Buradan suallarınız varsa verin uşaqlar, yoxdursa bu kaydı saxlayacağam. Keçək ikinci kaydımıza. Kaydı durdur. Bu kaydı durdurmaq